أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, her bir insan olduğu için ister istemez karakterindeki bazı tələskənlik, bazı qəzəb ve bazen nadanlıq insanı vadar edir, insan günaha düşür. Biz dayanmadan gün ərzində dəfələrlə bu günahları fərqli şəkildə həyata keçirdirik. Belə olduğu təqdirdə Rahman ve Rahim Allah bizim için böyük bir rəhmət qapısı açmışdı. Ki istiğfar qapısı. Yəni bağışlanma dilə. Əgər diləyərsənsə, Rəbbin səni bağışlayacağına söz verir. Çünkü xətaya düşməkdən böyük xətanı dəstəkləməkdir. Yəni bir insan mümkündür xəta eləsin. Çünkü bizim en çok sevdiğimiz hayatta insan anamız, atamız ve övladımız olur. Biz bunlara karşı xətakar oluruksa, təbiidir ki, dosta, qonşuya, iş yoldaşına karşı xətakar olmağımız labüddür. Mümkündür, tez baş verir. Mən təmizəm deməklə biz təmiz olmuruq. Allah təmizləməklə biz təmiz oluruq. Allah da bizə belə bir fürsət vermişdi. İstiğfar fürsəti. Yəni hər nədir düşmüsənsə, geri qayıt, peşiman ol, sındırdığın qəlbi ən azı yamamağa çalış. Ən azı eybinin üstünü örtməyə çalış. Ona görə də namazlar içərisində istiğfar deyiləcək bir namaz vardır. Bu istiğfar adı sizə qəribə gəlməsin, hələ bildiyimiz tövbə namazıdır. Sadəcə olaraq istiğfar namazı da buna deyilir. Yəni, hər hansı bir qul gün ərzində bir günaha düşdüsə, danışdığımız kimi, oldu da insanlığından, tələskənliyindən bir günaha düşdü. Ya nəfsinə hakim ola bilmədi, ya qəzəbinə, ya ağlına. Əgər onun ardıca peşiman olarsa, necə ki, Allahın Resulü sallallahu aleyhi ve sellem Ali İbni Əbu Talib'dən rəvayət olunan bir hədisdə Resulullah belə buyurur. Ali belə dedi Resulullahın barəsində. Qale Resulullah sallallahu aleyhi ve sellem: "Ma min abdin yaznebu zenben feyuhsinut tuhur, thumma yaqumu feyusalli rak'atin, thumma yestağfirillah illa gafara lehu." Allahın Resulü buyurur ki, her hansı bir kul, yani her bir insan, eğer bir günaha düşerse, o günahın ardıca peşiman olup da, gedib dəstəmaz alıb, təmizlənib, dəstəmaz alıb, qalxıb 2 rükət namaz qılarsa, bax bu həmən 2 rükət namaz istiğfar namazıdır. Və sonra istiğfar edib Allah'tan bağışlanma diləyərsə, Allah onu bağışlayar. Sonra Allah'ın Resulü Kur'an-ı Kerim'dən Ali İmran suresi 135. ayəni okudu. Yani bu ayəni. وَالَّذ۪ينَ اِذَا فَعَلُوا فَاحِشَةً اَوْ ظَلَمُوا أَنفُسَهُمْ ذَكَرُوا اللّٰهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللّٰهِ وَلَمْ يُصِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ. Həqiqətən də hər hansı bir şəxs əgər bir pozğun iş gördüsə, yəni dinə zid bir iş gördüsə, ya qeybət, ya haram hansıysa birisi,
Yəni bir yanlış iş gördüsə, özünə zülm etdisə, bunun ardınca Allahı xatırlayıb da, yəni Allah yadına düşdü ki, Allahım mən nə etdim? Bu nə günah idi mən buna düşdüm? Ya zina idi, ya şərab idi, ya qumar idi, ya yanlış hər hansı bir addım idi və peşimançılıq keçirdi ki, Allahım mən nə etdim? Mən niyə bunu etdim? Peşiman olub da günahını anlayıb Allaha dönərsə, əlbəttə ki, Allah onu bağışlayacaqdır. Amma sonradan bilərəkdən bu günaha qayıtmama şərti ilə. Ali İmran surəsi 135-ci ayə. Özünüz də bunu bir göz gəzdirin. Deməli, Allah bizə deyir ki, istənilən bir günaha düşdünsə, ayıldın, peşiman oldun, tövbə etdin, istiğfar namazı qıldınsa, Allah səni bağışlayır. Amma bir şübhə var ha insanların beynində. Adətən günah edənlərdə olmur bu. Günah edənə qarşı insanlarda olur bu reaksiya. Günahı et, get namaz qıl, Allah səni bağışlayacaq. Bax, o insanlara burada deyilir. Allah məlumat verir ki, yəni bilərəkdən, planlı şəkildə bir dəfə də buna qayıtmama şərti ilə. Yəni Allahı ala sala bilmərik ki biz. Günah eylədim, sonra dəstəmaz aldım, 2 rükət namaz qıldım, tərtəmiz oldum. Bitdi, bəli, bitdi, amma bu şərti ilə sabahları yenə də və yaxud da ki bir müddət keçdi, 3 ay, 5 ay, yenə də bir dəfə deyileyim, yenə də tövbə edərəm, qusul edərəm, təmizlənərəm. Yox, bu deyil. Bu planlıdır. Bu planlıdan söhbət getmir. Söhbət insan olaraq genimizdə olan o xarakterlərə gücümüz çatmayanda baş verən günahlardan söhbət gedir. Yəni tələsdim, bu sözü ağzımdan çıxartdım və yaxud da ki qəzəbləndim, ağlım çöndü, xəta çıxdı əlimdən və yaxud da ki nəfs gözümü elə tutdu ki bu haramlığı unutdum, düşdüm bu günahın içinə. Yəni nəfsimə hakim ola bilmədim. Bu cura, yoxsa planlı şəkildə hazırlanıb da yeyir, içir, bəzənir, ətirlənir və bir günaha gedir və sonra da evə gələcəyəm, təzdən qusul edib dəstəmaz alacağam, olacağam tərtəmiz, bundan söhbət getmir. Bunun cəzası qalır. Söhbət anında nəfsinə hakim ola bilməyib hadisəyə düşəndən gedir. Necə ki, Yusif əleyhissalam üçün də Allah subhanahu taala dedi, əgər biz ona ayətlərimizi göstərməsəydik, Yusif də Züleyxaya meyl etmişdi. Bax, deməli, anında insanda belə durum olur ki, qəti kontrol edə bilmir özünü. Qəflətən elə bir şeytan hücum edir ki, şeytandır bu. Bildiyimiz, yəni kiçik bir problem deyil bizim üçün, böyük problemdir. Resulullah sallallahu aleyhi və səlləm bir dəfə namazda qəflətən başını arxaya çəkdi. Qibləni pozmamaqdan, arxaya çəkdi başını. Elə bil üzünə daş dəyəcəkdi, başını geri çəkdi. Namazdan sonra sahabələr dedilər, ya Resulullah, bu nə idi sən etdin namazda? Dedi, subhanallah, siz gördünüz o hadisəni. Dedi, sənin belə başını geri çəkməyimizi gördüm. Dedi, vallahi, şeytan, məlun, elə hücum elədi mənə. Əlində alov var idi, az qaldı onu üzümə çırpırdı. Mən üzbaşımı çəkdim, o yan getdi məndən. Bax ha, Resulullah'a hücum eləyib, az qalıb üzünü yandırsın onun. İblis, yəni bax belə rəqibimiz var. Bizim işimizdir ona qələbə çalmaq. Deməli bizim işimiz budur. Allahım məni bağışla. Allahım bir dəfə də məni buraxma, mən bu xətaya düşməyim. Allahım mən öz nəfsimə, əgər nəfsimin cilovlaya bilməsəm, mən məhv olaram. Sən buraxma məni. Bax, Allaha daima bu barədə yalvarmalıyıq ki, Allah bizim mühafizə mələklərimizi yeniləsin. Bizi buraxmasın başlı başına. Yoxsa məhv olarıq. Nəyim ki sıradan, necə alimlər məhv olub gedib. Dözə bilməyiblər nəfslərinə. Çünki kontrolu itirib. Çünki şeytana gücüm çatar düşüncəsində olub. Belədir. Deməli, biz kimisə qınamayaq. Bir günaha biri düşdüsə, tövbə edibsə, düzəlibsə, Allah onu bağışlayıb deməkdir. Sən də bağışla. Bağışla, mümkündürsə. Mümkün deyilsə, daha sənə zorla deməli deyil.
Rəbbimin yanında inşallah ki halallaşarsınız. Deməli, istiğfar namazı bu namazdır. Və bir dəfə də Osman radiyallahu anhu rəvayət edir ki, bir gün insanları topladı və dəstəmaz aldı. Yəni, yeni gələnləri də, İslama yeni gələnləri. Dəstəmaz aldı və dedi, Allahın Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. Mən tavadda'a nəhvə budu'i həzə, thumma səllə rək'atin, la yuhaddisu fihimə nəfsəhu, Gafarallahu lehu ma taqaddama min zənbihi. Ravahu el-Buxari. İmam Buxari 164 sayılı hədis olaraq bunu qeyd etmişdi. Hədis səhihdir. Osman radiyallahu anhu deyir ki, Rasulullah dəstəmaz aldı. Necə ki, mən dəstəmaz aldım sizin üçün. Bax, eyni ilə belə dəstəmaz aldı, Osman danışır. Və deyir, kim bu şəkildə dəstəmaz alarsa, yəni Rasulullahın dəstəmazı, bu mollaların bizə öyrətdiyi dəstəmaz yox, Rasulullahın dəstəmazı. Rasulullah deyir, kim bax belə dəstəmaz alarsa, sonra qalxıb 2 rükət namaz qılarsa, bax bu da istiğfardır. İstiğfar namazıdır və yaxud da ki, dəstəmaz namazıdır. Fərq etməz, yəni nəyə niyyət eləsən odur. Sonra 2 rükət namaz qılarsa və həmən namazda özünü bu məsələyə qatmazsa, la yuhaddisu fihimə nəfsəhu. Yəni bu 2 rükətdə özünü buna qatmasın. Özünü buna qatmamaq nədir? Təfsirçilər deyirlər. Yəni dünya işlərini qatma bura. Yəni Allahım xəstəyəm şəfa ver, borcluyam borcumu ver, borcumu bağlamaqda mənə yardım et, yol aç mənim üçün və yaxud da ki övladıma saadət ver. Yəni bunları istəmək olar, bunlar qəbahət deyil. Biz bunu kimdən istəməliyik ki? Allahdan istəməliyik. Amma bu namazda deyil. İstiğfar namazında deyil. Niyə? Çünki istiğfar namazının məqsədi, səbəbi bağışlanmaqdır. Yəni sən bu namazda ancaq bağışlanma dilə, islah olunmanı arzu elə, səni Allah hidayət etsin, sabit etsin, günahlarını bağışlasın. Ancaq bunu istə. Dünyanı buna qatma. Çünki dünyanı qatmağa yerimiz çoxdur. Fərz namazlarında istəyə bilirik, digər dualarda istəyə bilirik, digər namazları qıldıqda istəyə bilirik. Yəni dünya üçün bir dünya vaxtımız var Allahdan istəməyə. İstiğfar namazında isə sırf istiğfar edə. Və Rasulullah deyir, kim dəstəmaz alıb 2 rükət namaz qılar və Rəbbindən bağışlanma diləyərsə, Allah onun bütün etdiyi günahları ondan affedər. Hədis səhihdir. Deməli, bu namaz 2 rükətdir, dəyərli müsəlmanlar. Yəni, dəstəmaz aldın gözəl şəkildə, niyyətləndin istiğfar namazına, qibləyə dayandın və təkbir gətirdin, 2 rükət istiğfar namazı qılıram, qəlbində dedin və Allahu Akbar və əllər sinədə bağlandı, Fatihə surəsini oxudun, sonra hər hansı bir kiçik surələrdən oxudun, ruku səcdələri elədin, 1 rükət tamamlandı. Qalxdın 2-ci rükətə, yenə də bir Fatihə surəsini oxudun, ardınca bir kiçik surə oxudun, sonra ruku səcdələri eylədin, təşəhhüd dedin, sinlərə salam verdin, namazdan çıxdın. 2 rükət. Oldun tərtəmiz. Bu istiğfar namazıdır. Bu namazı qıldın, mümkündür. Bu namazın içində, yəni hər hansı bir səcdəsində və yaxud da ki təşəhhüddən sonra dua elə, ana dilində, dua elə, Allahdan bağışlanma dilə, ancaq bunu. Allahım səhvlərimi bağışla, məni bir daha buraxma bu səhvləri etməyim. Bax, beləcə ancaq günahların barəsində Allah ilə söhbət elə. Bu namazda 2 rükət namazdır. Allah müvəffəq eyləsin. Elm əhli bu namazın tez-tez qılınmasında icazəli görüblər. Amma sadəcə olaraq bu namazı, yəni gündə mən hökmən istiğfar qılmalıyam kimi deyil. Bu namazı elə qılmaq lazımdır ki, hansı isə xəta ilə əlaqələndirmək lazımdır. Yoxsa belə, misal üçün biz gündə 5 dəfə namaz qılırıq və yaxud da ki, digər namazları qılırıq, adları var. Belə yox. Yəni, bunun səbəbi olmalıdır. Yəni, bunu qılanda yadıva filan şey düşdü ki, Allahım, mən filan xətanı bayaqları elədim.
gedirəm 2 rükət namaz qılır, Allaha yalvarır. Yəni bu cüra bir səbəbi olsun. Yoxsa belə sıradan belə namaza çevirmək lazım deyil. Çünki məqsəd itər. Məqsəd nədir? Günahdan bağışlanmaq üçün namaz qılmaq. Belə olduğu təqdirdə birdən hər gün qılarsansa nə gözəl olar və yaxud da ki bir gündə 3 dəfə qılar, 5 dəfə qılarsan yenə də problem deyil. Amma bir xəta ilə, bir günah ilə əlaqələndir. Allah müvəffəq eyləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.